Bugün sobada lülə kebab hazırladım. İstəyirəm sizinlə də bölüşüm. Bilirsiniz ki, ət çəkənim xarab olmuşdu. Eşitdim ki, Emsanda 250 manatdan Homemade brendinə məxsus olan ət çəkən 99 manat 99 qəpiyə düşür. Bununla yanaşı bütün filiallarda bir çox məhsullara 80%-ə qədər indirim mövcuddur. Ət çəkənin balaca boyu olmasına baxmayın. Gücü 1000 wattdır. Bıçağı paslanmaz polad, gövdəsi isə plastikdəndir. Qab yuyan maşında da yuya bilərsiniz. Sucuk və içli köftə üçün də başlığı mövcuddur. Bıçaqların itiliyinə isə bir söz deməyimə ehtiyac yoxdur, öz gözlərinizlə şahidsiniz. Əti çəkib bitirdikdən sonra duz, istiot, paprika və soğan da əlavə edib qarışdırıram. Emsanın ızqara tavasını götürüb, içərisinə yağlı kağız sərirəm. Ətdən bura bir parça yerləşdirib gördüyünüz formanı verirəm. Yanına olmazsa olmaz acı biber və pomidor da yerləşdirib öncədən 200 dərəcədə isitdiyim sobaya göndərirəm. 25-30 dəqiqəyə hazır olur. Mən bugün yuxa ilə servis etdim. Siz istənilən formada nuş edə bilərsiniz. Məndən bugünlük bu qədər. Həm indirim, həm də dadlı reseptlə bugün də sizə faydalı olmağa çalışdım. Yararlanmağa tələsin.